Nadir Şah Çələbiyə müraciət etdi ki, xanlığı təhvil versin. Lakin bütün müraciətlərə Çələbi yox cavabı verirdi. Bundan hiddətlənən Nadir Şah çox böyük qoşunla Daşüz adlanan sahədə Kotan düzünə böyük bir qüvvə ilə qoşunla gəlir və oradan bir daha Çələbi xana müraciət edir ki, xanlığı təhvil versin. Əgər verməsənsə, nəyə arxayınsan? Çələbi cavab göndərir ki, gələrsən, görərsən. Hiddətlənmiş Nadir özünün qoşunu ilə Şəkini demək olar ki, tarmar edir, darmadağın edir. Lakin Çələbi özünün qoşunu ilə Kiş kəndində olan qalaya yığılmışdı. Bu da məşhur Gələrsən, Görərsən qalası. 15-ci əsrdə inşa edilən, ancaq 18-ci əsrdən bugünə qədər Gələrsən, Görərsən qalası adını daşıyan qala. Bu məşhur qala Nadir Şahın Çələbini 3 ay mühasirədə saxladığı qaladır. Bu məşhur qala Çələbinin dediyi söz qədər onu böyük və qüdrətli elədi. Bu məşhur qala Çələbinin dediyi söz qədər onun özünü də qüdrətli elədi. Yəni Nadir Şah onu 3 ay mühasirədə saxlasa da onu enə bilmədi. Və Nadir Şah 3 ay mühasirədə Çələbini və onun qoşunlarını, onun adamlarını 3 ay mühasirədə saxlasa da onu enə bilmədi, nə aclıqla, nə susuzluqla. Və söyləyirlər ki, bu qaladan Şəkinin özünə qədər gizli yollar var və bu qalanın gizli yolları onu Şəkiyə qədər aparıb çıxardır. Ona görə ki, Çələbi Nadir Şahı qarşılamaq üçün hazırlıq görüb bu qalanı düzəltmişdi, tikdirmişdi və söyləyirlər ki, bu qalanın içərilərindən o Şəkiyə qədər gedən gizli yollar daim işləyirmiş, hətta bu günlərin özünə qədər. Yəni bu gizli yolları çox az azanlar bilir. Və Nadir Şah doğrudan da, yəni bu Çələbi ilə olan mübarizəsində bax bu məşhur qala, bu məşhur hadisə tək Çələbinin tarixi yox, Nadir Şahın tarixi yox, həm də Azərbaycanın tarixidir, Azərbaycan xanlığının tarixidir, çünki Şəki xanlığının tarixidir. Və Nadir Şah doğrudan da gəldi, gördü və getdi. Biz də çox çətinliklə olsa gəldik, gördük və gedəcəyik.